Amma bu siz deyirsiniz, məsəl üçün nəfəsə fokuslanmaq. Okey, deyək ki, insan bu nəfəsə fokuslandı da, bunu elədi. Bax bu bir tərəfdən də siz mən o şeyi keçirdən insanın yanında olmuşam. Prosta nə vəziyyətə düşür görmüşəm. Hə, yəni o elə çatdıra bilərmi, yoxsa bu belə deyim, gün ərzində də eləyə bilər bunu, ona Gün ərzində də eləyə bilər. Hazırlıq kimi ona qarşısını almaq üçün. Qarşısını almaq üçün də eləyə bilər. Ya hiss elirsən də birdən-birə gəlmir ki. Məsələn hiss elirsən ki, panik gəlir. O birdən-birə gəlmir onda. Gəlir, yəni birdən-birə gəlməyini görmüşəm bəlkə də. Birdən-birə gəlir, insan onu hiss eləyir də. Yəni gəlməyə başlananda insan bunu hiss eləyir ki, gəlir. Ha. Düzdür? Gələn kimi sırazı. Aldım 4, tutdum 2, verdim 6. Aldım 4, tutdum 2, verdim 6. Sizə deyirəm ki, 40 saniyə təmiz bəs eləyir ki, onu sakitləşdirsin. Və bunu 2 dəqiqə eləyən kimi tamamən paniki salır aşağıya. Məhbə xanım, bu nəfəslə eləmək, belə deyim də, bunu müalicə eləyirmi, yoxsa yox? Müalicə eləyir. Biz indi qarşısını alırıq təbii ki, amma... Burada bu momentdə biz onun qarşısını alırıq. Amma sırf biz bunu tək bu nəfəs işləmirik axı. Burada en qədər nəfəslər var. Məsələn, panik atakla nə qədər müraciət edən insanlar olur. Mən sırf, məsələn, onu başa salıram ki, panik anı başlayanda, məsələn, bu nəfəsi yerinə yetir. Onlar mənə deyir ki, məsələn, siz bunu necə başa salmışdınızsa deyir bizə, hiss edirəm ki, gəlir, gələn kimi, eləyən kimi söndü. Aha. Elə bir alovlanmağa qoymur da, bədəndə onu qaldırmağa, həmin paniki bədəndə qaldırmağa qoymur. Alovlanma prosesi getmir. Yəni onun daha da orada alovlanma prosesində insan axı dəhşətli dərəcədə qorxur, ölüm hissi yaşayır. Yəni hiss edir ki, ölür. Amma burada hamısı yanlış fikirlərdir. Boğulma başlayır, məsələn, nəfəsində boğulma başlayır, hiss edir ki, nəfəs ala bilmir, nəfəsi daralır və sinə başlayır sıxılmağa. Əzəllər başlayır gərginləşməyə.